Siz bayaqdan 3 ailə bir evdə yaşayırdınız. İndi necə oldu hər yer bir ev istədi? Sənin əlində olanın dəyəri budur. Bundan artığı məndən necə istəyə bilərsən? Çox vaxt açıq etiraz onu da bir amma harada yaşayırsan məkan olaraq, ünvan olaraq o yer məkan və ünvana görə qiymətlər dəyişir. Bakıdan danışırıqsa zonalar var. Şəhərin qiyməti ilə deyək ki, Əhmədlinin qiyməti eyni deyil. Onu dəyərləndirirlər də deyilib qanda. Bəli, bugünkü bazar dəyəri. Aha, bazar dəyərini verir. Sizin də belə deyək də köhnə tikilidə 5 mərtəbəli bir Stalinka layihə olsun da deyək ki, 3 otaqlı eviniz var. Mənim də Əhmədilidə var. Sizdə Murtuza Muxtarovdadır, məndə Əhmədilidə. Təbii ki, sizin ev yerinə görə mənim evimdən dəyərli olur. Aydındır, sizə sual verirəm Emin bəy. Deməli deyir ki, əlimdə pulun dəyərini deyil, məbləğini deyir, indi mən deməyəcəm, filan qədər pulu var əlində, şəxs yazır. Pulum var, bilmirəm ev alım, yoxsa torpaq alım. Pulu hara yatırım etsəm daha yaxşı olar. Bilirsiniz, indi deyəcəksiniz bu torpağın... Tamaşa şey hazırda əlində pulu var. Amma məbləği bilək də. Bax, məbləğ nə izalansınız zaten. Ünvan da deyirsiniz məbləğdir, xeyir ola sizə deməli. Mediatorun marağı var. Sadəcə yatırım etmək istəyir pulunu. Təbii ki, baxır insandan asılıdır və yəni ki, özü onun təbii ki, ancaq torpaq və evdən söhbət gedirsə, yəni bu dəyərləndirməli harda perspektivlidir ölçə. Harda perspektiv? Torpaq yoxsa evdə perspektiv var? Hansı bahalaşacaq? Yəni baxır, yəni ki, bilirsiniz necə düşməklə belə mənzil ala bilər ki, ondansa torpaqdansa ev almaq daha yaxşıdır. Və elə amma gəlir gətirə bilən ev ola bilər. Ən azı kirayə verib. Təbii ki, amma gələcəkdə niyə görə torpaq çox çətin söz. Torpağı da gələcəkdə elə istifadə edə bilər ki, onun üzərinə tikib daha gedib soğan əkməyəcək. Yox, niyə onun üstündə ev tikib və 2-3 evdə satsa. Hər yerdə gedib soğan əkməyəcək. Yox, soğandan söhbət gedim tutalım ki, o yerdə niyə əkməyəcək? Soruşuram. Zahir bəy soruşur ki, niyə əkməyəcək? Niyə mənim dostum mesela tutalım ki, bir ev torpaq aldı ki, onun yerində ev tikdi və onu daha baha qiymətə satdı və ondan daha çox gəlir əldə etdi. Bir var ki, illərlə siz mənzildən gəlir əldə eləyəsiniz. Yəni ki, o baxın cəmaət rahat pul qazanmaq istəyir. Gedib bir var ki, bunu deyindir. Cəmaət rahat pul qazanmaq. Heç kim gedib əksinə yaxşı olardı. Getsin soğan əksin. Pasiv insan siz gözəl bilirsiniz ki, mən o sualı niyə? Cəmaət rahat pul qazanmaq istəyir. Pasiv insan pasiv kapitala da üstünlük verməlidir. Aktiv insan daha aktiv kapitala. Yəni ki, mən deyərdim ki, evi də almasa digər. Yəni ki, bu insan özü yatmaq, rahat yaşamaq istəyir və heç nə etmədən evini icarəyə vermək istəyir, təbii ki, mənzil yaxşıdır. Amma yox, o üstündə biznes nəsə etmək olarsa, təbii ki, torpaq ondan da sərf edilir. Biznes qurmaq. Adamın bilik bacarıqlarından asılıdır. Bəli, əlbəttə ki. Şəxsən mənim, belə deyək də, təbii ki, bir müəyyən məbləğdən